Sizin huzurlarınız elə burada büyüklerim Məhəmməd kardeşim de buradadır. Var olun. Vallahi bugün elə bilirəm ki, Ağdamanda heç bir ev dağılmıyor. Hamısı öz yerindədir, el de yerindedir. Sizin kimi gözəl kardeşler, gözəl insanlar bugün 8 aprel Ağdaban soyqırımı günü münasibətilə bugün bu torpaqlardasınızsa sizin hər birinizə Ağdaban İctimai Birliği adından, Ağdaban eli adından özləri minnətdarlığımızı bildiririk. Allah qədəmlərinizi var eləsin. Nəinki Ağdabana, bütün işğaldan azad olmuş torpaqlarımızı Allah'tan arzu edirəm. Allah bir de bize böyle bir müsibəti yaşatmasın. Amin. Amin. 33 yıl önce hatırladım. Aprelin 8'inde Ağdabanın başının üstünden bak indiki kimi üstü kalkırdı. Ve hem de alovlu üstü kalkırdı. İndi bir yerden üstü kalkırdı. Neçə ev var idi sen? Her birinin üstü kalkırdı öyle. Hele de çapar. Ağdaban kendidir, Ağdaban. Burada döyüşlerde olmuşam. Ağdaban ilk defa bak bugünkü günü işgal olunanda ben burada olmuşam. Bak bu yol Aşıq Şəmşirin, rəhmətli Aşıq Şəmşirin dəfn olunduğu yerdir, mezarı olan yerdir. Şimdi oranı da ziyaret ediyoruz Allah'ın köməyinə. Ağdaban güzel bir Ağdaban kendidir. Bu Ağdaban kendimiz tarihte 3 defa soykırıma maruz kalıb. Buranın insanları qəhrəman insanlardır. Her defada düşmanla döyüşürlər. Rafik Bey, bu tüstü niye kalkır? Burada tüstü var. Onu yandırmışıq ki, kartof əkək. Çünkü Dede Qorqud deyir ki, torpağı əkməsən o sənin. Ay qadın qalın Gərək səni. torpağa əyləsən. Torpağı əkəsən ki, o torpaq sənin ola, yurt sənin ola. Bu günləri də bizim başka bir əlacımız yoxdur. Öz gücümüzə çalışırıq ki, kol basmış əraziləri təmizləyək. Kendimize gələnləri bu əkdiyimiz bitkilərdən, kartofundan Rafik Bey, ben gör sənə nə deyirəm. Buyur. Bak o yaldı da eləmi çaparın oydu. Bəli. Yani bizim postumuz o, orada da qəbirstanlıq var. Bəli, bizim postumuz Ben orada olmuşam. İndi 35 yıldan sonra indi gelmişik. Yani yol var ha, görürsen. Bilirəm o yoldu. Bak, bak 16 postumuzuydu. o postu ay sağ ol. Ermeniler bak o yukarı var ya, yukarı yalda. Yenitka plemiyotu kurmuştu, imkan vermirdi ki Ermeniler biz kendin içine girek. O zaman yadımızdadır. Kardeş bak belə bu kent böyük bir soyqırıma maruz kaldı. Özüm şəxsən gözlerimden gördüm ki insanlarımıza insanlık əleyhinə olan nə işgəncələr verilir. Özüm gözümden gördüm. 22-23 yaşımda ben bu kəndə gelmiştim, döyüşe gelmiştim. İndi benim 56 yaşım var. Bak belə bir vəziyyətdir. Burada benim qohum əqrabam, bütün ürəyim istədiyi insanlarımız var idi. Həmişə gəlirdi kəndə. Bəli, qohum bir tərəfi var, yaxın qohumlar buradaydı. Özüm de burada döyüşlerde oldum. Bəli. Kardeş bak belə. Kardeş. Siz var olun ki Bak belə bak. Ağdaban kendi bizim döyüş yerimiz olub. Gəncliyimiz bu kətdə keçirilir. Döyüşlərdə həmişə iştirak eləmişik Ağdaban kəndində. İndi də bu günləri Ağdabanın soyqırımıdır. 8 aprel 1992-ci ildə bu kəndi Rus-Erməni birləşmələri soyqırıma maruz qoydu. Amma buna baxmayaraq Ağdaban kəndinin insanları bütün her birisi kadını kişisi düşmana karşı dövüştüler, vuruştular. Ama hileler düşman Rus birleşmeleriyle olduğundan kendi sistem elediler. Böyle bir soygurum oldu ve bu hemin insanlarımızda dünyasını değişti. Bak bu plakatta olan hamsi şehitler bu Ağdaban vaziyetinde şehit olmuşlardı. Bak bunların hamısı Rafik Bey, hamısı bu kətdə şəhid olanlar. Bəli, tək Ravuz bəy
orada 1941-45-ci ildə Ağdaban kəndindən gedib qayıtmayanların xatirə lövhəsidir. Amma bunlar hamısı Mamo 1900 kişi görür, burada yoxdur. Mamo kişi onun nə üçün yoxdur? Şəklini tapa bilmədik, adını yazmışıq. Hə. Yəni şəklinə görə Gör nə şəkillənmə. deyirəm, Mamo kişi Ağdaban faciəsində. O milli qəhrəmandır. Bəli. Əsl igid adamdır. Ermənilərə qan udduran o kişi olubdur. Həmin döyüşlərdə Mamo kişi kəndəkən hücum olunubdur. Şəmşirin qəbrinin arxasında erməni ilə atışıb. Biz şahidik. Möhkəm atışıbdılar. Saşa Hüseynov. Möhkəm atışıbdılar. Oradan deyək, Kəlbəcərə xəbər verin, Ağdavana ermənilər hücum eləyir. Bizə köməyə gəlsinlər. Özü orada qəhrəmancasına şəhid olubdur. Allah rəhmət eləsin. Mamo Allah- kişi əsl qəhrəmandır. Milli qəhrəmanlıq Bəli, vermək bəli. lazımdır. Allah rüfəti, rizvanı, Onun oğlu da Kərəmlidə şəhid olubdur. Yox, onun oğlu Burada da şəhid oldu. Nüsrət burada Ağdamanda, şəhid oldu. bəli, bəli. Onun oğlu da burada şəhid oldu. Elə həmin faciədə Yox, həmin faciədən 2 ay öncə. 2 ay öncədir. Bəli, 2 ay öncə, faciədən 2 ay öncə bax o dağ var ha. Onun özündə ermənilərin hücumunun qarşısı O alınanda, Çapardan bəri. bəli, bəli, Ha. orada şəhid oldu. Yalta o gelmişti burada kalırdılar. Buradan getirdiler posta bak orada şehit oldu oğlu. Gözəl Ağdaban kəndi bu günləri. Güzel Ağdama. Gözəl insanlarımız vardı bizim. Heyflər olsun.